Bir qadın gəlir Davud Peyğəmbərinə, deyir Allah adildir, deyir əlbət ki adildir. Deyir əgər adildirsə, hər həftədə bir dənə kəlağay toxuyuram, aparıb bazarda satıram. Bu ay, bu həftə aparanda bir qarğa əlimdən kəlağayını aldı, götdü, getdi. Bunu Allah göndərdi. İstədi Davud Peyğəmbər nəsə deyə, qapını 3 kişi döydü. Hərəsinin əlində 100 dinar. Dedi, bunu nəzir gətirmişik. Dedi, nə nəzir Davud Bey, arvata qulaq asır. Deyir, biz gəmidə gedirdik, gəmidən oyuq açıldı, deşildi. Gəmiyə su dolurdu. Biz bilmirdik, biz ölməliydik. Bir qara qarğa, bir kəlağay atdı gəmiyə. O gəmiyə, o oyuğu kəlağayla tutduq, biz qurtulduq. O kəlağayını yəsin, gəzir ki, bu 300 dinarı verək ona. Hər şərdə bir xeyir var.